Deməli, bu günləri avtomobilin şüşələrini təmizləyəcəm. Qrasın Clean Glass məhsulu ilə istifadə edəcəm. Bunun tərkibində 30% distillə olunmuş su, izopropil spirti, bir də ki, ionik səthi aktiv maddələri var. İzopropil spirti səthdə olan müəyyən kirləri aradan qaldırır, həm də dezinfeksiya edicidir. Qeyri-ionik səthi aktiv maddələr də izopropil spirtinin təmizləmədiyi kirləri təmizləyir. Amma bir dənə də xüsusiyyəti var ki, səthlə kirin arasına daxil olur, kiri yumşaldır, səthi cızmadan o kiri oradan uzaqlaşdırır. Yəni bu tip məhsulları alanda kimyəvi tərkibinə fikir verin. Bir də ki, hər bir məhsulda, istər avtomobil şampunu olsun, istər şüşə təmizləyici vasitə olsun, birinci təlimatı oxuyun. Çünki hər bir məhsulun fərqli tərkibi var, fərqli istifadə təlimatı var. Yəni bu markanın tutaq ki, şüşə siləni avtoşampunu ilə o birisi markanın şüşə siləni ilə avtoşampunun təlimatı bir-birindən fərqli ola bilər. İndi şüşənin kirliliyini göstərim sizə. Məhsulu sınamaq üçün birbaşa kirli səthin üzərinə püskürdəcəm. Siz bunu eləməyin, çünki düzgün prosedur həmin tozu kiri su vasitəsilə axıdıb, daha sonra isə həmin məhsuldan istifadə eləməkdir. Nə dərəcədə effektli olduğunu göstərmək üçün mən bu cür eləyəcəm. Çöldən səthi təmizlədikdən sonraki vəziyyəti. Hətta çox avtomobillərdə var. Belə şüşədə elə bir bux kimi, toz kimi bir təbəqə yaranıb. Nə qədər silirsən, təmizlənmir. Belə göstərin, baba, belə bir dumanlı bir təbəqə. Fikir versəz, bax bu cür bir təbəqə. Bu həmişə içəridə siqaret çəkirsiniz və yaxud da ki, keyfiyyətsiz salon təmizləyicilərdən istifadə edirsiniz, qaraldıcılardan istifadə edirsiniz. O onun fəsadlarıdır. Çünki birbaşa yapışır şüşənin üzərinə. Bunu təmizləmək üçün də bir məhsul sifariş vermişəm. İndi o gəlsin, onu da sınayacağım. Amma belə ilkin vəziyyətində çox qəşəng təmizləyir.